Zərfi ilə ümumiyyətlə zərflə zərflik anlayışlarını ayıracağıq. Zərf nitq hissəsidir. Zərflik cümlə üzvüdür. Zərf olaraq, baxın, tərz hərəkət zərfi necə sualına cavab verir? Diqqət eləyək. Uşaq durmadan sürətlə oxuyurdu. Uşaq durmadan sürətlə oxuyurdu. Hərəkətdir, oxuyurdu. Nə edirdi, oxuyurdu? Kim oxuyurdu? Uşaq. Necə oxuyurdu sürətlə, necə oxuyurdu durmadan? Burada iki dənə tərz hərəkət zərfliyi var. Amma bunun biri sürətlə sözü. Zərfdir də, zərflikdir də. Niyə zərfdir? Çünki kökü feil deyil. Niyə zərf deyil? Çünki kökü feildir. Kökü feil olan, zərfin sualına cavab verən söz feili bağlamadır. O zərf deyil. Biz feili bağlamaya zərf deyə bilmərik nitq hissəsinə görə. Amma cümlə üzvünə görə zərflik deyəcəyik. Deməli, uşaq durmadan sürətlə oxudu cümləsində bizdən neçə zərf soruşsalar, biz sürətləni götürəcəyik. Durmadanı götürməyəcəyik. Neçə zərflik var soruşsalar, biz bunun hər ikisini götürəcəyik. Keçək yer zərfliyinə. Yer zərfliyi ismin yönlük, yerlik, çıxışı halında olan sözlərlə ifadə olunur. Həmən sözlər isim də ola bilər, yer zərfinin özü də ola bilər. Siz bilirsiniz ki, Azərbaycan dilində bir var yer zərfi, bir var yer zərfliyi. Yer zərfi məkan bildirən isimlər, deməli yer zərfi aşağı, yuxarı, irəli, geridir. Amma yer zərfliyi məkan bildirən isimlərdir. Yəni biz tutaq ki, deyirik ki, mən meşəyə gedirəm, mən dənizə gedirəm, mən şəhərə gedirəm. Bunlar əslində isimdir. Ona görə də nitq hissəsinə görə bunlara biz isim deyəcəyik. Amma cümlə üzvü kimi bunlar da zərflikdir. Deməli, fikir verin. Çəkdiyim bu xəttin bu tərəfi zərf deyil, nə feili bağlama zərf deyil, nə məkan bildirən isim zərf deyil, nə feili bağlama yenə də zaman zərfi. Gələk zaman zərfinə. Zaman zərfi nə vaxt sualına cavab verir? Bax qızım, uşaq oxuyanda gecə yatmır. Nə etmir, yatmır? Kim uşaq? Nə vaxt yatmır? Gecə yatmır. Nə vaxt yatmır? Oxuyanda yatmır. Oxuyanda sözü ilə gecə sözü eyni dərəcədə zaman zərfinin sualına cavab verir. Amma gəlin görək bunlar eyni dərəcədə zaman zərfi sayıla bilərmi? Yox. Niyə Renat? Çünki oxuyanda sözünün kökü feildir. O feili bağlamadır. Feili bağlamaya zərf demək olmaz. Nitq hissəsinə görə zərf demək olmaz. Amma cümlə üzvünə görə zərflik deyəcəyik. Məkan bildirən ismə nitq hissəsinə görə yer zərfi demək olmaz. Amma cümlə üzvünə görə yer zərfliyi deyəcəyik. Çünki bax, yer zərfi var. İrəli, geri, aşağı, yuxarı, sağa, sola, ora, bura. Bunlar yer zərfidir. Bunları zərf kimi də qəbul edin, zərflik kimi də qəbul edin. Amma şəhərə, kəndə, küçüyə, dənizə, yola bunları zərf kimi qəbul eləməyin. İsimdir çünki bunlar. Sadəcə zərflik kimi qəbul edin. Davam edək. Kəmiyyət zərfliyi. Uşaq oxuduqca çox öyrənir. Öyrəndi. Nə qədər öyrəndi? Çox öyrəndi. Nə qədər öyrəndi? Oxuduqca öyrəndi. Çox zərfdir. Vaxtilə say olub gətirib feilin qabağına qoyuruşuq. Çox keçmişəm bu dağlardan. Oxuduqca feili bağlamadır. Gəldik, deməli, zərfin mənaca 4 növü, zərfliyin mənaca 4 növü ilə qarışıq düşməsin deyə mən belə bir cədvəl çəkdim. Səbəb və məqsəd zərfliklərinə. Baxın, səbəb və məqsəd zərflikləri səbəb qoşması olan üçünlə, bəzən ötürüylə, görəklə. Məsələn, uşaq oxuduğu üçün öyrəndi. Niyə öyrəndi? Səbəb nədir? Uşaq oxumaq üçün gəldi. Məqsəd nədir? Həmişə məqsədlə səbəbi belə başa düşək. Biri keçmiş zamanda baş verir, biri gələcək zamanla bağlıdır. Siz bura nə üçün gəlibsiniz? Oxumaq üçün. Məqsədiniz nədir? Oxumaq. Görürsünüz? Oxumağa görə, oxumaqdan ötürü. Amma siz niyə bunları bilmirsiniz? Oxumadığınız üçün. Səbəb keçmiş zamanla bağlıdır. Çünki onun içində keçmiş zaman məzmunlu feili sifət var. Görün, belə şeyləri düşünün, ey uşaqlar. Bax, bu qədər. Başa düşdünüz, cədvəlimiz gözəl. Öyrədəcək sizi. Yəni